Herkese salam. Bugün sizə Azərbaycan dilində şagirdlər tərəfindən çətin başa düşülən sözlər barəsində danışacağam. Məhz birinci sözümüz intiqab etmək sözüdür. İntiqab etmək seçmək anlamına gəlir. Məsələn, mən deyirəm ki, sinifdə şagirdlər arasında intiqab etdim. Yəni seçdim. Hansısa şagirdi seçdim. Gəlin ikinci sözümüzə baxaq. İkinci sözümüz məhz təbdil sözüdür. Təbdil sözü iki mənaya gəlir. Həm dəyişmək, həm də çevirmək mənalarına gəlir. Dəyişmək mənasında təbdil sözünü belə işlədə bilərik. O öz sözünü təbdil etdi, yəni dəyişdi. Dəyişmək mənasında, ikinci çevirmək mənasında isə belə işlədə bilərik. Pisi yaxşıya təbdil etdi, yəni pisi yaxşıya çevirdi. Üçüncü sözümüzə nəzər yetirək. Üçüncü sözümüz məhz izafə sözüdür. İzafə əlavə etmək mənalarına gəlir. Məsələn, deyirəm ki, cümləyə söz izafə etdi, yəni cümləyə söz əlavə etdi. Dördüncü sözümüz isə itmam etmək sözüdür. İtmam etmək bir işi tamamlamaq mənasına gəlir. Məsələn, o gördüyü işi itmam etdi, yəni tamamladı. Beşinci sözümüz isə məhz zikr etmək sözüdür. Zikr etmək, xatırlamaq mənasına gəlir. Məsələn, deyirəm ki, məclisdə onun adı zikr edildi, yəni xatırlandı. Altıncı sözümüzə nəzər yetirək. Altıncı sözümüz məhz qubar sözüdür. Qubar sözü iki mənanı ifadə edə bilir. Birinci həqiqi mənada işlənə bilir, ikinci isə məcazi mənada qubar sözünü işlədə bilirik. Həqiqi mənada qubar sözü toz torpaq mənasını ifadə edir. Məsələn, onun paltarına qubar qonmuşdu, yəni toz torpaq qonmuşdu. İkinci məcazi mənada isə qəm-kədər mənasında, qəm-kədər qüssə mənasında isə bu şəkildə cümlə işlədə bilərik. Onun gözlərində qubar var idi, yəni. Yeddinci sözümüz intihasız sözüdür. İntihasız sözünün mənası sonsuz deməkdir. Məsələn, deyirik ki, intihasız çöllər, intihasız məhəbbət, intihasız qəm-kədər, yəni sonsuz olan mənasına gəlir. 8-ci sözümüz mütəəssir sözüdür. Mütəəssir sözünün mənası kədərlənmiş, qəmlənmiş mənalarına gəlir. Gəlin mütəəssir sözünü cümlədə işlədək. Mən bu hadisədən çox mütəəssir oldum, yəni kədərləndim, pərişan oldum. Bugünlük bu qədər. Bu tür videoların ardından gəlməsini istəyirsinizsə, səhifəni izləməyi unutmayın.